ki, o qadın paltarı geyinmək, tutaq ki, oddan atlanmaq. Bu nəinki İslam ənənələrinə və ehkamlarına ziddir. Mən deyərdim ki, bizim xalqımızın bu ənənələrinə də ziddir. Yəni, o bizim milliliyimizə mi deyək, milli mentalitetimizə mi deyək, lap o əskini qoyuran bir qırağa, elə bax, indiki çağdaş dövrümüzün ənənəsinə mi deyək ki, qadın paltarı geyinib, nə bilim, hansısa bir əcaib hərəkəti. Ola bilər, bu haradasa indi bir şəbih keçirtmək, nə bilim, bir uşaqları güldürmək üçün, indi də var o, nə deyirlər, bilmirəm, uşaqlar üçün o şadlıq evlərində falan da gelib. Bunlar təbiidir, bu şeylər ola bilər. Ancaq da bunu adətə halına salıb, insanı hörmətdən salmaq, onu belə biraz riskənd obyektinə çevriləsi halda eləmək düzgün deyil. İslam örfə icazə verir, ürf deyir. Fiqdə İslam hökmlərində, ümumiyyətlə, İslam hüquqşünasları buna dini terminologiyada fəqihlər oddan deyirlər. atlanmaq da düzdür. Fəqihlər deyirlər. Bunların fətvalarında örf deyilən bir adətlər var ki, bunlar yəni xalqların adətlərindən söhbət gedir. Buna örf deyirlər. Adət. Tutaq ki, biz buxara papaq geyinirik. Onlar olmaz. Deyir, olar. İndi oddan atlanmaq da bu məhz məcusiliyin, atəşpərəstliyin əlaməti kimi, rəmzi kimi sən onu yaşadıb, sitayiş niyyətindən oddan atlanırsansa, bu müşriklikdir, bu İslamdan çıxmaqdır. Yox, adət kimi. Axı dedi ki, o anla bağlı deyil. Yəni, mən də onu deyirəm də, onu təsnifata bölməliyik. İstəyirəm, burada bir balaca haşiyə çıxaq. Yaponlar, məsələn, mart ayının 21-də tonqal yandırırlar. Bu bilir ki, Piriney sahillərindən, Yapon sahillərinə qədər şimal yarımkürəsində yaşayan xalqların hamısı yaz fəslini qeyd edir də, bu bir mənalıdır. Məsələn, fransızlar kilsənin, katolik kilsəsinin ilk günü kimi qeyd edirlər bunu. İspanlar əkin sahələrinin qırağına gedib tonqal yandırırlar. Bir gəlincik müqavimat düzəldirlər, hətta o köhnə elm pislikləri kimi onu atıb yandırırlar. Yaponlara fikir verin. Odu yandırırlar, amma üstündən atlanmırlar. Deməli, o Buddanı onlar o şəkildə qoruyub saxlayırlar. Həmid müəllim, bu odun üstündən atlanmaq, yəni atlanmaq da, yəni belə deyək, hoppanmaq mı deyək, nə cür sizi təqdim edək. Söylənildi ki, bax, bu zərdüştlüyün əleyhinə çıxmaqdır əslində və bununla bağlı sizin də fikrinizi eşitmək istədim və bugün, axı, bu var, biz atlanırıq, yəni bu odlar qalanır, tonqallar qalanır və atlanma gedir. Bu inancdırmı, yoxsa nədir? Nəinki atlanır, malqaranı sönəndən sonra külün üstündən malqaranı keçirdirlər. Bəli, Elat əhalisi malqaranı da keçirdir. Odun profilaktiki, odun təmizləyici, odun birəsini yəqin özünə. Ona görə deyirlər ki, küllənmək məsələlər var burada. Küllənmək olubdur bizdə. Bəli. Həmid müəllim, buyurun. Bilirsiniz, Novruz bayramı ilk olaraq dirilmə bayramıdır. Dirilmək. Qış, ölüm, donub maddiyyət, torpaq var gətirmir, soyuldur, xəstəliklər artır. Bütün bu senari Zərdüştün Avestasında var. Mən o fikirdəyəm ki, bu nə qədər bizim üçün farklı olsa da bunun yazılı əsası var. Yəni bu hər halda yazılı ədəbiyyatdan, şifahi ədəbiyyata transfer edilmiş bu mətnlərdir ki, sonra şəkilləşdirilib, səhnələşdirilib. Bunun senarisi var, bunun müəllifi var. Bilirsiniz, həyatın bir qanunu var ki, amorf, atsız, müəllifsiz heç nə yoxdur. Mən o fikirdəyəm ki, orada bax, Zərdüştülükdə də deyilir ki, əvvəl Menok adlı, yəni ki, bir ilahi aləm var, orada sən niyyət edirsən, bax, necə gəlirsən o səmənliyə su 40 gün su tökürsən və 40 gün niyyətini edirsən, o sonra maddiləşir, dirilir, dirilmə.